hər hansı bir həyati funksiyasında, həyati funksiya tənəffüsdür, ürək dolaşım sistemidir, qidalana bilmir, bədən temperaturunu saxlaya bilmir, şəkərin qoruyub saxlaya bilmir, bu uşaqları alırsan ora. Təzyiqini izləyirsən, qandakı oksigeni izləyirsən, ürək döyüntülərini izləyirsən, bədən temperaturunu kontrollu şəkildə saxlayırsan, sadəcə bədən temperaturunun düşməsi uşağa nə qədər, özəlliklə yarımçıqda olmuş uşaqlara nə qədər ciddi problemlərə səbəb ola bilir. Ona görə bu küvez dediyimiz şey inkubatorlar, yəni uşaq normal həyata özü hazır olana qədər, həyati funksiyalara hazır olana qədər keçən müddəti orada saxlayırsan. Bəzi uşaqlar var, vaxtında da olur, bir balaca tənəffüs çatışmamazlığı var, 2 günə, 3 günə çıxır. Bəzən sepsis olur, septik şok olur, bəzən yarımçıq da olmuş uşaqlar. Uşaq da olub 600 qram. 600 qram da olmuş uşaq yemək yeyə bilərmi? Xeyr, təbii ki. Öz digər ehtiyaclarını təmin edə bilərmi? Yox. Sən nə qarırsan? Təbii şəkildə bunu bəlli bir o yetişkənliyə çatana qədər gözü, beyni, mədəsi, bağırsağı, ağciyəri, ürəyi, damarı hamısı yetişkənliyə çatana qədər sən bu müddəti inkubatorda, küvezdə keçirirsən.